mümkün olmayanlar reallaşa bilirsə, demək həqiqətən də hər şey insanın öz əlindədir. Məhz bu amalla yaşayıb, ömrünün xeyli hissəsini fərqli olmaq, real görünməyəni reallaşdırmaq ideyası ilə çıxış edənlər var. ...1955-ci ildən etibarən insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələr Ginnesin rekordlar kitabına düşüb. İlk dəfə İrlandiyanın Guinness pivə zavodunun sifarişi ilə nəşr olunan bu kitaba adını yazdırmaq üçün indi də hər il yüzlərlə insan iddiaçı qismində çıxış edir. Birinci kitabın nəşri üçün pivə zavodunun sahibi tərəfindən Guinness World Records Limited şirkəti yaradılmışdı. Sonradan kitabın çap hüququ bir neçə dəfə satılıb. 1995-ci ildə kitabın konsepsiyası dəyişir. Yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilir. Albomun özü də rekorda imza atır. Hazırda Guinnessin rekordlar kitabı 37 dildə çap edilir və dünyanın 40 ölkəsində satılır. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşriyatıdır. Kitaba adını yazdırmaq istəyənlər sırasında ayrı-ayrı dövlətlər, şirkətlər, şəxsiyyətlər mübarizə aparır. Uzun müddətli məşqlər nəticəsində bu ada sahib çıxanlarla yanaşı, həyatını təhlükəyə atıb rekord əldə edənlər də az deyil. Rekordçu olmaq üçün heç nə etməyə ehtiyacı olmayanlar da var. Bir sözlə, rekord üçün fərqli olmaq yetərlidir. Ginnessin rekordlar kitabında Azərbaycanlıların da adları var. Gürcüstanda yaşayan Azərbaycanlı da Ginnessin rekordlar kitabına düşüb. Ginnessin rekordlar kitabına iddiaçılardan biri məhz Gürcüstan sakinidir. Gürcüstanda yaşayan Azərbaycanlılardan biridir. O, heç bir hazırlıq keçmədən bu iddia ilə çıxış etməyə başlayıb. Buna imkan verən isə onun bədənində olan enerjidir. Marmeoli'də yaşayan 40 yaşlı Etibar Elçiyev bədəninə heç bir vasitədən istifadə etmədən 50 metal qaşıq yapışdırıb. Maqnit adam adı verilmiş həmyerlimiz bu göstərici ilə 2009-cu ildə rekorda imza atmış Kanadalı Aaron Casesin göstəricisini xeyli qabaqlayıb. Kanadalı maqnit adam həmin vaxt 17 qaşığı bədəninə yapışıqlı vəziyyətdə saxlayıb. Göstərici günü həmən gördüyünüz buzal çox isti idi və o yarım saat ki o qaşıqları mənə düzmüşdü, bütün enerjim getmişdi. Etibar Elçiyev, Gürcüstan Respublikasının Ağbulaq rayonu Kosalar kənd sakini. 1972-ci ildə anadan olub. Bioenerjiyə sahibdir. Və o yoldaşı 90 kiloluk bir insanı az ki Romandan fərqi cəmi 5 kilodur. Onu yarım saniyə sağladım. Çünki mən artıq yorulmuşdum. Bununla razılaşmaq lazımdır. Bu insan enerjisidir. Heç olmasa insan bir balaca dincəlməlidir. Deməli, yarışa mən hazırlaşmamışdım. Yarış qabağı çox sayıda mənim yanıma xəstələr gəlir, müraciət edir. Onları müraciət edən insanları müalicə etmişdim. Enerjimi oraya xarcılamışdım. Və gecə də bir balaca yuxusuz olmuşdum. Çünki körpəmiz var, körpə tez-tez dururdu. Gənə Allah kömək elədi, mən uğurlar qazandım. Məqsəd orada 27 qaşıq düzməkdir. Biz Loğman Bayramovun köməkliyi ilə 50 qaşıq düzə bildik. Bundan sonra daha unikal bacarığını göstərib və çəkisi 14 kiloqram olan avtomobil kapotunu üzərində saxlayıb. Kapotun üzərində isə 92 kiloqram çəkisi olan insan oturub. У нас была комиссия на Guinness-a Bizim Guinness komissiyalarımız var və o özünün enerji bacarığını bu Guinness komissiyası qarşısında nümayiş etdirib. Giya Sulakvelidze, həkim, bioenerji terapevti, Gürcüstanın alternativ tip mərkəzinin şöbə müdiri. O öz üzərinə 50 yemək qaşığı yapışdırdı.
Bundan sonra da 106 kiloqram çəki qaldırdı. Bu rekord kimi qeydə alınıb. Bu komissiyada alternativ tibblə məşğul olan mən idim. Bir xalq təbabəti ilə məşğul olan bir nəfər və Guinness rekordunu təyin edən hakim var idi. Mənim marağım ona qarşı qaşıqları və ya əşyaları yapışdırmaqdan daha çox onun bioenerjisinin olması ilə bağlıdır. Belə bir enerjiyə o sahibdir və onda olan enerjini mən yönləndirmək istəyirəm. Mənim məşğuliyyətim əsas həyatda idmandır. İdmanın kickboks növü üzrə, güləş növü üzrə məşğul oluram və Gürcüstanda gənclərimizi bu sahə üzrə bir məşqçi kimi onları hazırlayıram. Çox enerjili olan bu insan əslində kickboks üzrə müəllimdir və onun çox sayda tələbələri var. İdman sahəsində müəyyən nailiyyətlər əldə etmək üçün müəyyən məşqlər etmək kifayətdir. Ancaq Etibar Elçiyev kimi müəyyən enerjiyə sahib olmaq üçün məşqlər kifayət deyil. Ancaq bəlkə də elə bu enerjidir ki, onu daimi hərəkətdə olmağa vadar edir. И на его спине был 55-килограммовый человек. Biz çox yaxşı dostuq və onun dəstəyini həmişə hiss edirik. Hal-hazırda biz onu öz mərkəzimizə qəbul etmişik. Şota Keldişvili, Gürcüstan Rekordlar Klubunun rəhbəri. Mənə Azərbaycandan, Rusiyadan və Türkiyədən müxbirlər zəng edirlər və bu insanla maraqlanırlar. Demək olar ki, o artıq bütün dünyada məşhurdur. O insanları sağaltmağı bacarır və bu bizə çox xoşdur. Əminəm ki, onun böyük planları və parlaq gələcəyi var. Çünki onun enerjisi var. Bu enerji isə insanlara kömək etmək üçün verilib. O, bu enerjini bədənində 11 il öncə hiss edib və bu enerjisi ilə ətrafdakılara belə təsir etmək qabiliyyətdən malik olduğunu duyub. Mən enerjini 2001-ci ildə hiss elədim Rusiyada. 3 gün yata bilmədim. Sonra xəstə olan dostumu müalicə elədim və mən başa düşdüm ki, məndə enerji var. Bu enerji məni 3 gün qoymadı yatmağa. Və o qədər gücləndi ki, mən artıq hiss elədim ki, məndə olan enerji ilə mən xəstəni müalicə edə bilərəm. Müalicə elədim və mən sakitləşdim. Evdə ailə üzvlərində bu cür hallar müşahidə olunur. Ancaq Etibar Elçiyevdə bu enerji daha yüksək həddədir. Azadlığa çıxandan sonra, bir ildir mən azadlığa çıxmışam. Evdə deyirdim ki, məndə enerji var, mən insanları müalicə edirəm. Artıq onlara çox çətin idi bunu başa salmaq, izah eləmək. Mənə bir fakt lazım idi, dəlil lazım idi. Çünki xalqın qarşısına çıxırsan, sabah çəkinirdilər ki, yəni başqa cür qələmə veriləcək, ki, yəni bu nədir? Mən yadıma düşdü ki, bir dənə ekstresens, bir qadın bədəndə bir qaşıq qoymuşdu, ya 2 qaşıq belə. Mən dedim, əgər məndə tutarsa da, mən təsdiq eləyərəm. Düz cəmi bir il bundan qabaq olub bu hadisə.